Bir zamanlar kiçik bir kənddə Fatimə adlı bir dərzi qadın yaşayırdı. O, kiçik tikmə dükanında insanlara xidmət göstərir, kasıblara isə pulsuz paltar tikirdi. Fatimə çox imanlı, sadiq və xeyirxah bir qadın idi. O hər zaman belə deyirdi: "Əgər Allah mənə bu sənəti veribsə, demək ki, onunla insanlara kömək etməliyəm," deyirdi. Bir gün kəndə bir tacir gəldi. O zəngin, lakin acgöz bir insan idi. Geyindiyi bahalı paltarı ilə özünü digərlərindən üstün hesab edirdi. Tacir Fatiməyə yaxınlaşıb ona bahalı parçalar gətirdi və dedi: "Mənə elə bir paltar tik ki, kənddə heç kimin belə bir paltarı olmasın." Fatimə paltarın dizaynını çəkdi, ölçülərini götürdü və işə başladı. Hər tikişi vuranda Allahı xatırlayır, dua edirdi ki, əməyi xeyirli olsun. Günlərlə çalışaraq tacirin istədiyi gözəl paltarı hazırladı. Paltar hazır olduqdan sonra tacir gəlib onu geyindi. Özünü güzgüdə görəndə gözləri parladı və dedi: "Sən çox yaxşı dərzisən, amma mənə endirim etməlisən. Çünki mən sənin işini daha çox insanlara tərifləyəcəyəm." Fatimə təmkinlə cavab verdi: "Mən ancaq pulu olmayan birinə endirim edərəm və ya pulsuz tikərəm." Tacir narazı halda pulu vermədən dükanı tərk etdi. Bir neçə gün sonra kənddə böyük bir tədbir oldu. Tacir yeni paltarını geyinib tədbirə getdi. Lakin birdən göy üzü qaraldı, yağış yağmağa başladı. Tacirin paltarı islanaraq parçalandı, çünki o parçanı düzgün seçməmişdi. İnsanlar ona gülməyə başladılar. Həmin gün o Fatimənin dükanına gəldi və üzr istəyərək dedi: "Mən sənə haqsızlıq etdim. Paltarların gözəlliyi əxlaqdan, dürüstlükdən və səmimiyyətdən daha önəmli deyilmiş." Fatimə gülümsədi və dedi: "Hər şey Allahın iradəsi ilədir. O bizə həmişə doğru yolu göstərir." Həmin gündən sonra tacir dəyişdi və insanlara daha mərhəmətli olmağa başladı. Fatimə isə öz işinə əvvəlki kimi eyni sədaqətlə davam etdi. Çünki bilirdi ki, Allah hər şeyi görür və dürüst olanları mükafatlandırır.